Həzrət Peyğəmbər sallallahu əleyhidən bir qadın gəldi, soruşdu ki, ya Rasulallah, sən deyirsən ki, Allahın mərhəməti bu qədər genişdir, vəsiət rəhməti kullə şey, mənim rəhmətim hər bir şeyə əhatə eləyir, Qurani Kərim buyurur. Deyirsən ki, bu qədər mərhəmətlidir, hətta anadan da mehribandır, anadan da mərhəmətlidir bəndələrinə qarşı. Amma mən bunu deyim ki, mən məsələn heç vaxt öz övladlarımı, öz balalarımı götürüb təndirin içində, ocağın içinə atıb yandırmaram. Əgər mən anayam, əgər Allah məndən də bəndələrinə qarşı mərhəmətli və mehribandırsa, niyə görə ayələrdə də var və sən də deyirsən, ya Rasulallah ki, bəzi günahkar insanlar gedib odun içində, ateşin içində, cəhənnəmdə yanacaqlar. Axı, mən öz övladımı odun içinə atmaram. Mənim mərhəmətim, mehribançılığım, məhəbbətim buna icazə vermir. Allah niyə görə bəs atır, yandırır cəhənnəmdə? Həzrət Peyğəmbər sallallahu aleyhi onun çəkdiyi misalla həmin qadına izah eləyir, başa salır. Deyir ki, xanım, neçə övladım var? Deyir, 3 oğlum var. Deyir, təndir, çörək bişirirsən, çörək yapırsan? Deyir, bəli. Uşaqların az yaşlıdır, deyir, bəli, biri lap körpədir, o birisilər biraz ondan böyükdürlər. Yəni, balaca az yaşlı uşaqlardır. Deyir, sən məsələn, xəmir yoğurursan, kündələri hazırlayırsan, çörək yapmaq üçün, baxıb görürsən ki, çörəyin azdır, unun da yoxdur. Və təndiri də, ocağı da yandırmışsan, istidir, hazırdır. Gedirsən qonşudan borc un almağa. Gedəndə tapşırırsan uşaqlarına ki, mən gedirəm, təndir istidir ya, bu təndirə yaxınlaşmayın, nə bağda. Yaxınlaşarsınız, birdən yandırarsınız, düşərsiniz içində, yanarsınız. Tapşırırsan uşaqlarına, gedirsən, 5 dəqiqə məsələndirəm. Getdin qonşuya, qayıtdın, gəldin. Gələndə görürsən ki, uşaqların düşüb təndirin içində bir-bir yanıblar. Burada sənin mərhəmətin bir problemi var, mehribançılığın, məhəbbətin bir problemi var, deyir, yox. Niyə görə yoxdur? Deyir, çünki mən tapşırdım gedəndə ki, oddan özünüzü qoruyun. Deyir, Allah Teala da bütün bəndələrinə dəfələrlə tapşırıb ki, və la tulqu bi eydikum ilə təhlükə. Özünüzü, təbii ki, hədisdə bu ayə yoxdur. Bu ayəni qeyd edir Həzrət Peyğəmbər. Özünüzü oddan qoruyun. Yəni, özünüz öz əllərinizlə özünüzü odun içinə atmayın.